Panasonic'in blenderi gündəlik mətbəx işlərini asanlaşdırmaq üçün nəzərdə tutulmuş funksional və güclü bir cihazdır. Maraqlı gəldisə, videonun sonuna kimi izlə. 450 Watt gücə malik bu blender həm maye qarışıqlar, həm də quru ərzaqlar üçün əlverişlidir. Cihazın əsas konteyneri 2 litrlik şüşə qabdan ibarətdir. İstifadəyə yararlı həcmi isə 1,5 litrdir. Şüşə materialı qoxu tutmur, cızılmır və istiliyə davamlıdır. Bu da uzun müddətli istifadəyə şərait yaradır. Blenderda paslanmayan poladdan hazırlanmış 4 Cyber tipli bıçaq sistemi yerləşdirilib. Bu bıçaqlar unikal forma və sürətli fırlanma ilə ərzaqları bərabər və sürətli şəkildə doğrayır. 2 sürət rejimi və əlavə push funksiyası vasitəsilə siz müxtəlif kondensasiyalı qarışıqlar hazırlaya bilərsiniz. Məsələn, meyvə smuziləri, tərəvəz şorbaları və dondurma qarışıqları. Cihazın əsas üstünlüklərindən biri də quru üyüdücü aksesuarıdır. Bu başlıqla siz qəhvə, qoz fındıq və ədviyyatları rahatlıqla üyüdə bilərsiniz. Təhlükəsizlik baxımından Panasonic cihazı istifadəçi dostudur. Qapaq tam bağlanmadıqda blender işə düşmür və motorun həddindən artıq yüklənməsinin qarşısını alan termal qoruma sistemi mövcuddur. Cihazın idarə etməsi sadə və intuitivdir. Kompakt ölçüsü isə hər mətbəxə uyğun gəlir. Nəticə etibarilə Panasonic estetik görünüşlü, şüşə qablı, təhlükəsiz və çox funksiyalı blenderdir. Quru və maye qarışdırma ehtiyaclarını qarşılayan bu cihaz istifadəçilər üçün praktik seçimdir. Elə indi kontakt.az saytından sifariş elə.